İşləyik mənsubə şəkilçilərini. Yəqin ki, yadınızdadır. İndi yadda salmaq üçün burada qeydlərimi də götürəcəm. Həmçinin dəftərin şəklində göndərərəm sizə. 3 şəxsimiz var və hər şəxsdə tək və cəm olmaqla 2 qrupa bölünür. Və hərəsinin ayrı-ayrı şəkilçiləri var. Kitabım, im, üm. Kitabın, sənin kitabın, in, ün. Onun kitabı, i, ü. Bunlar təklərə aiddir. Kitabımız, bizim kitabımız, ımız, imiz, umuz, ümüz. Kitabınız, sizin kitabınız, ımız, iniz, umuz, ünüz. Onların kitabı və yaxud da kitabları. Bunlar mənsubə şəkilçiləridir. Uşaqlar, mənsubətə görə dəyişərkən bir qrup sözlər var ki, onlar digərlərindən fərqlənir. Nəyinə görə fərqlənir? Bunları əzbər öyrənməz. Testdə qabağıza çıxır. Tali, mənafi, mənbə, mənşə, mövqe, nə, su sözlərinə mənsubə şəkilçisi artırıldıqda köklə şəkilçi arasında bütün şəxslərdə y bitişdiricisi artırılır. Bitişdirici samit nədir? Əgər sözün sonu saitlə bitirsə, sən də ona saitlə başlayan şəkilçi artırmaq istəyirsənsə, n, y, s. Dilimizdə olan bu 3 samitdən biri dövriyə girir. Digər sözlərdə, məsələn, ikinci şəxsdə n-dan, üçüncü şəxsdə s bitişdiricisindən istifadə edə bildiyimiz halda bu sözlərdə, yəni talidir, mənbədir, ancaq bütün şəxslərdə y bitişdiricisindən istifadə olunur. Məsələn, deyirəm, onun ütüsü, sənin ütün, bizim ütümüz, sizin ütünüz. Görürsünüz, birində s bitişdiricisi oldu, birində n oldu. Amma burada mənim taliyim, sənin taliyin, onun taliyi, bizim taliyimiz, sizin taliyiniz, onların taliyləri. Bütün şəxslərdə y bitişdirici samitindən istifadə olundu. Bu belə. Danışırıq nədən? Rəqəmlə yazılan miqdar saylarında mənsubə şəkilçilərin ixtisarı. Deməli, bəzi saylar var ki, biz onları yazılışda yazanda heç, amma rəqəmlə yazanda, yəni hərflə yazanda yox, amma rəqəmlə yazanda orada mənsubə şəkilçisini götürürük. Məsələn, normalda biz yazmalıyıq 3-ünü, burada ü şəkilçisi var. Amma sən onu rəqəmə çevirəndə ü şəkilçisini atırsan, mənsubiyyəti atırsan, yəni 3-ünü. Və yaxud da bax, tələbələrdən ikisi burada belə olmalıdır. 2, ikisi. Növbətçi olaraq. Amma sən bunu deyəndə təbii ki, mənsubiyyəti deməlisən də. Və yaxud da ayın 4-ündədir. Burada ün mənsubə şəkilçisi də olmalıdır belə. Ayın 4-ündədir. Bu formada yazılmalıdır. Rəqəmlə yazılan saylara mənsubiyyət və h şəkilçisi qoşulduqda mənsubə şəkilçisi ixtisara düşür. Rəqəmlə yazılan saylara mənsubiyyət və xəbəri şəkilçisi qoşulduqda hər iki şəkilçi yazılır. Bax. Yəni, mənsubiyyət plus hal şəkilçisi gəldikdə mənsubiyyəti ixtisar eləyirsən. Amma mənsubiyyət plus xəbərli şəkilçisi gələndə hər ikisini yazmalısan. 12-sidir. Aydın oldu.